Uzun illərdir maniküra getmirəm. Evdə kutikulalara kəsməkdir, nə bilim, yağlamaqdır burasını. Hər hansı bir şeylərlə kutikulalara qarşı mübarizə aparmaqdır. Bunları heç birini eləmirəm. O məhsullar əlimdə yoxdur. Dediyim kimi, neçə ildir maniküra getmirəm. Necə ki, bir sıra digər bir məsələlərə heç uğramadığım kimi, bu və ya digər səbəblərdən mənə məlum və ya başqalarına məlum olan olmayan səbəblərdən, dilə gətirilən və ya dilə gətirilməyən səbəblərdən bu niyə fokuslanmır? Mənim bilmirəm niyə fokuslanmır. Barmağım şişmişdi, burası şişmişdi. İrin kimi sarımtıl içərisi olmuşdu. Yandan da şişmişdi. Kızartı buradan idi. Burada şişko sarımtıl. Öz-özünə heç partlatmadım, bir şey eləmədim, iğnə ilə deşmədim. Öz-özünə yoxa çıxdı. Necə öz-özünə yaranmışdısa. Həmin gün öz-özünə deyəndə, həmin ərəfələrdə mən bilirəm ki, bunları geri çəkmişdim və əlimdə olan küt bir alətlə bu saçqa deyil idi, başqa bir şeydi. Evdə olan kütləşmiş, yenisini aldım, o da pis çıxdı. Nəysə, nə ilə dırnağımı kəsirəm, o ilə də bir şey buraları kəsməyə çalışmışdım. Ən nəhayətində çox yaxşı ki, yoxa çıxdı. O öz-özünə partladı, bir şeylər elədi. Arada spirt falan vururdum, amma Frex almışdım ki, eləyərəm, heç eləməmişdim. Belə dırnaqları yenə tutmalım, içinə de belə qara bir şeylər yığılır, o da səliqəsiz görsən. Pilkalamamışam, onsuz da higiyena qaydalarına zidd göstər. Uzatmamağın ən təməl səbəblərindən biri də odur. Onsuz da çox adam xoşlamır uzatmaq, çox adama da qısa gəzdirmək əlverişsizdir, narahatdır. Digər əldə bu cür görsənir. Uzun illərdir mən lakdan istifadə edəmirəm. Dırnaqlarımı çox nadir halda biraz uzadıram. Güclü və yaxşı istirahətdir, amma yenə dayana bilmirəm. Kəsirəm o dəqiqə. Belə daha rahatdır.